Impact'ın çox məşhur, bir o qədər də lazımlı klampından danışacağım sizə bu videoda. Birinci başlayaq bu məhsulun dizayn məsələsindən. Burada görürsünüz 3 dənə var, amma mən dedim ki, Impact'ın klampından danışacağım. Əslində bunların üçü bir yerdə satılır. Təbii ki, bunları ayrı-ayrı da ala bilərsiniz, amma yəni bir iş üçün bunların üçü bir yerdə istifadə olunur. Və siz əgər Amerika saytlarından alırsınızsa, Amazondan və yaxud da BH-dən alırsınızsa, bunların üçü bir formada satılır və üçü ayrı-ayrı korobkalarla gəlir. Burada birinci ən böyüyündən danışaq sizə. Deməli, bu nədir? Bu nə işə yarayır? Birinci açım, belə açacağım. Danışım sizə. Burada deməli bir dənə belə başlıq var və bir dənə də belə dəmirimiz var. Bu nə üçündür? Bu belə bu formada açılır və hər hansı işıq ayağının, hansısa bir işıq stoykasının ayağının və yaxud da ki, ştativlərin ayaqlarına bağlamaq üçün istifadə olunur. Bu formada sıxırsınız, bağlayırsınız. Bunu sıxdınız, bağladınız. Burada belə özünün yayı da var, özü qaytarır. Bunu sıxdınız, bağladınız və bunun bu tərəfini bunun içərisinə keçirdirsiniz. Bax, bunu salırıq burada içəri hissəyə. Buradan açılır burası və həmin yerə girir. Bunu bu formada bağlayırsınız içəri və bu hissəsində gördüyünüz kimi şuruplar bağlamaq üçün və yaxud da əlavə hansısa magic arm falan bağlamaq üçün özünün yerləri var bu hissədə. Burası bu formada. Bunu hələ ki saxlayırıq. Burasında bir dənə düyməsi var. Bunu sadəcə içəri salanda onu basıb içəri keçirdirsiniz ki, birbaşa düşməsin deyə qoyulub. Bu bunun üçün. Bunun yanında ikincisini açmaq lazımdır. İkincisinin içindən nələr çıxacaq? İndi onlara baxaq. Bir formada açırıq. Bunu buradan çıxardırıq. Baxın, gördüyünüz kimi belə bir dəmiri çıxır, belə deyək. Bu dəmirin hər iki tərəfini boşaldıb və hər iki tərəfini bu formada istifadə eləmək olar. Bunlar gəlir, bağlanır bunun burasına. Hansı tərəfini istəsəz o tərəfini bağlaya bilərsiniz. Bir tərəfi yumşaq, balaca, daha qalın şuruplar üçündür. Bir tərəfi isə nazik şuruplar üçün istifadə olunur. Və bu tərəfini necə istəsəz düzəltdiniz. Sonra bu hissəni sıxdınız. Hazırdır belə. Digər hissədə belə balaca bir hissədir və burada əsas işi görən hissə də elə budur. Yəni, baxın, yəni ki, hər şey buradan başlayır, burada gedir bütün məsələlər. Bunun iki dənə hissəsi var, bir dənə burada deşiyi var, bir dənə burada deşiyi var. Hansına istəsəz ondan boşa bilərsiniz. Bir dənəsini boşaldıb, bu hissəyə keçirdiniz bunu və sonra qaytardınız, sıxdınız həmin hissəni. Bu formada sıxdınız. Bunu məsəl üçün bağladınız, hansısa bir dəmir ayağının üzərinə bağladınız. Bunun burasını da buradan belə bağlayandan sonra, baxın, görürsünüz, bunun aşağısında bağlanan bir hissəsi var. Və bu hissə 1/4 inç şuruplar gedir, bolt yerləri gedir. Bu hissə bütün kameraların altında olan, bütün işıqların altında olan, balaca dördbucaq işıqların və yaxud da ki, monitorların altında olan hissə ilə eynidir. Bu nə üçün istifadə olunacaq deməli? Mən sizə ondan danışım. Deməli, siz əgər, məsələn, hansısa ştativi, bir dənə ştativi qurdunuz və ikinci ştativ aparmağa özünüzdən axotunuz yoxdur, istəmirsiniz ikinci ştativ aparmağa. Bundan alırsınız, bunu qoşursunuz ştativin ayağına və ikinci kameranı bağlayırsınız bunun üstünə və ikisi eyni yerdə kameralarınızı saxlaya bilərsiniz. Və yaxud da keçən səfər biz axırıncı bir çəkilişimizdə istifadə edirdik. Bizdə suflyor idi, suflyorun sırası üstündə kameranı qoymalıydıq. Həmin yerdə, məsəl üçün, stoykadan sırası bunu bağlayıb ikinci kameranı buradan yerləşdirə bilərsiniz. Və yaxud da bir işıq qoymusunuz, amma bir dayaq yerləşdirmişsiniz. O dayağın yanından əlavə hansısa bir monitor bağlanmalıdır və yaxud o dayağın yanından əlavə və ikinci bir işıq bağlanmalıdır. O zaman belə avadanlıqdan istifadə edə bilərsiniz. Bu klampdan istifadə edə bilərsiniz. Bunu bura bağlayırsınız və bu hissədən işığınızı və yaxud da kameranızı və yaxud da monitorunuzu hər hansı birini yerləşdirib istifadə edə bilərsiniz. Qiyməti təqribən belə deyək ki, bunların üçü bir yerdə bir komplekt kimi satılır. Bizdə endirimdə olduğuna görə mən almışam 66 dollara, amma orada 30 dollar endirim var idi. Ümumiyyətlə mən gözləyirəm belə endirim olan vaxtlarda belə avadanlıqlar almağınız məsləhətdir. 30 dollar endirim var idi. 66 dollar almışıq. Deməli 96 dollardır qiyməti. Çatdırılma ilə biraz çəkisi ağırdır. Çatdırılma ilə falan təqribən 150 manata maksimum başa gələcək. Amma bu sizi əlavə hardasa ayaq aparmaqdan və yaxud da əlavə ştativ aparmaqdan, bu kimi işlərdən qoruya bilər. Deməli, əlavə ştativ daşımağa halı olmayan
əlavə ayaq daşımağa halı olmayan və yaxud da əlavə ayaq almağa pulu olmayan və yaxud da ştativ almağa pulu olmayan adamlar üçün nəzərdə tutulub 150 manat verməyə dəyər. Baxın, əgər alsaz, komment yazarsınız ki, biz də aldıq, yaxşı idi. Gələn videomuzda görüşərik. Sağ olun.